Salam dostlar, mən Elgün Şükürov. Azərbaycan Texniki Universitetində təhsil alıram. Artıq 2 ildir ki, startap ekosisteminə öz töhfələrimi vermişəm. Qurucusu olduğum startaplar müəyyən miqdarda investisiya qazanır və bu yolda necə irəliləmək olar, sizə bunun haqqında danışmaq istəyirəm. Gəlin, sizə bu gün çox maraqlı və vacib bir mövzudan danışım. Startap nədir, necə yaranır və necə rəsmiləşdirilir? Əvvəlcə başlayaq əsas anlayışdan. Startap yeni yaranan innovativ bir ideyaya əsaslanan, sürətlə böyümə potensialı olan bir biznes modelidir. Yəni, sadə dildə desək, startap bir problemi fərqli və daha effektiv yolla həll edən gənc biznesdir. Məsələn, Uber insanların taksi tapmaq problemini, Airbnb isə yaşayış yeri tapmaq problemini fərqli yanaşma ilə həll etdi. Startap qurmaq istəyirsənsə, ilk addım ideyadır. Bu ideya real bir problemi həll etməlidir. Özünə bir sual ver. İnsanların hansı problemi var və mən bunu necə daha asan, daha ucuz və daha ağıllı yolla həll edə bilərəm? Sonra gəlir ikinci mərhələ. Komanda və plan. Heç bir startap təbii ki, tək adamla böyümür. Sənə güclü texniki bilik, marketinq və maliyyə tərəfini idarə edən insanlar lazımdır. Sonra gəlir üçüncü addım. Minimum məhsul hazırlamaq. Yəni, ideyanın sadə versiyasını hazırlayırsan ki, bazarda test edəsən. İnsanlar istifadə edir, sən də geri dönüş alırsan və bu geri dönüşlərlə məhsulunu inkişaf etdirirsən. Dördüncü mərhələ, investisiya tapmaq. Əgər ideyan uğurludursa, investorlar sənin startapına sərmayə qoya bilər. Bunun üçün Pitch Desk adlanan təqdimat sənədi hazırlanır və investor qarşısında ideyanı tanıdırsan. Müəyyən sərmayə qazandıqdan sonra nəhayət rəsmi qeydiyyat prosesi başlayır. Startap üçün Azərbaycanda MMC, yəni məhdud məsuliyyətli cəmiyyət kimi hüquqi şəxs yaratmaq ən çox istifadə olunan formalardan biridir. Bunun üçün vergilər xidmətinə müraciət edirsən, nizamnamə və təhsil sənədlərini təqdim edirsən. Artıq startap rəsmi şəkildə sənə məxsus olur və investisiya, qrant müsabiqələrdə iştirak edə bilərsən. Sonda vacib bir fikri diqqətinizə çatdırım. Startap sadəcə bir ideya deyil, bu əmək, davamlılıq və innovasiya tələb edən bir yoldur. Bizi izləməyə davam edin.